Bəli, Ülfət xanım, burada kökündə belə deyim də, asan yolla tez nəticə almaq. Bir var, uşağı oturdursan qarşında, ona nəyisə izah eləyirsən, nələrsə olmaz və yaxud da bunu eləsən nə olacaq, eləməsən nə olacaq. Bu bir zaman alan bir şeydir, enerji alan bir şeydir. Həm də burada bir pedaqoji, psixoloji bir, belə deyim də, intellektual bir səviyyə də lazımdır. Amma qorxu ilə, yəni çox asandır da, filan şey eləməsən və yaxud da eləsən, və yaxud da şiddət göstərdi, həmən dediyim kimi kökündə bu durur. Bəli, tez nəticə almaq üçün. Məsələn, uşaq bəzən nəyinsə səbəbini soruşur ki, bax bu nəyə görə belə baş verir? Bu zaman ya uşağa şiddət göstərilir evdə, tərbiyəsizsən, şiddətin də növləri var aqresiyanın. Halbuki izah edilməlidir. Bəli, əslində aqresiya dedikdə biz təkcə fiziki aqresiya nəzərdə tutmamalıyıq. Aqresiyanın növləri var, bəli, fiziki və dolayısı aqresiyalar. Negativizm ola bilər burada, verbal aqresiya ola bilər. Digər, məsələn, o nüanslara gələndə birinin digərinə şiddət göstərməsi, yəni yeniyetmələrin burada artıq həsəd zəminində, nifrət zəminində, şübhəcilik zəminində və s. bu kimi aqresiyalar var. İlhamə xanım, baxın, siz yeniyetmələrlə çalışırsınız, yanılmıramsa, onlarla mütəmadi sıx söhbətləriniz olur. Ümumiyyətlə, bax, şikayətləri nədən olur? Ən çox, bax, bu zorakılığı, bu şiddəti hansı tərəfdən görürlər? Nə söyləyirlər, misal üçün? Əsas ən birinci şikayət, dediyim kimi, uşaqları dinləmir. Valideynlər olsun, məktəbdə müəllimlər olsun, hər kəs asan yola qaçır. Bəzən uşaq özü də qorxur, müəllim tərəfindən və ya tutan ki, məşqçi tərəfindən o şiddəti görür, gəlib onu valideyninə söyləməyə qorxur. Bəli, söyləməyə qorxur. Bax, bunun kökündə nə durur? Bəli, kökündə duran odur ki, anlaşılmayacaq, qəbul edilməyəcək. Valideyn inanmayacaq. Onsuz da, yəni, burada nəticə olmayacaq. Ona görə də susmaq və bu susmalar nəyə gətirir? Aqresiyalar yığılır və yaxud da ki, küskünlüklər ola bilər. Bu küskünlüklər yığılır. Uşağa o imkan verilmir ki, uşaq öz fikrini bildirsin ki, bax, bu müəllim məni tənqid eləyib və yaxud da təhqir eləyib. Mən buna sözümü deyim. Bizdə nə var? Bizim milli mentalitetimizə dayanaraq belə bir düşüncə var ki, sən özündən böyüyə söz deyə bilmərsən. Və burada uşaq bunu götürür, bir inanc kimi, o şuuraltı olaraq bu cür kodlaşır. Buna görə də onun düşüncəsində belə bir fikir var ki, mən əgər özümdən böyüyə iradımı bildirsəm, deməli tərbiyəsiz uşağam, deməli burada mənim valideynlərimə də dolayısı yolla söz gələcək ki, sənin uşağın böyüyə söz deyir, söz qaytarır. Yəni elə kökündə bu durur ki, biz uşaqlarımız nəyəsə reaksiya verəndə, nəyəsə etiraz bildirəndə biz bunu özbaşınalıq kimi qəbul edirik, biz bunu tərbiyəsizlik kimi qəbul edirik. Və bu zamanda uşaq nəyəsə qarşı bir aqresiya bildirirsə, ola bilir ki, məsələn, məktəbdə və yaxud da idman zalında o sərt bir reaksiya verdi və yaxud da səsinin tonu ilə, hansısa bir fiziki hərəkəti ilə biz onun üstünə həmən də, belə deyim də, gəlib ona hansısa bir cəza verməmişdən əvvəl və yaxud da özümüz də o fiziki şiddəti göstərməmişdən əvvəl səbəbini soruşmaq lazımdır. Bəlkə elə bu uşağın doğrudan da ciddi bir problemi var ailəsində, özü ilə bağlı və çox zaman yeniyetmələrdə aqresiyanın səbəbi nədə baş verir? Yəni, aqresiyanın frustrasiya teoriyası var və bu teoriyaya görə əgər uşağın fiziki və psixoloji və yaxud da hansısa bir tələbatların ödənilməməsi zəminində bu aqresiyalar baş verir. Ona görə də biz uşaqlar